Əziz tamaşaçılar, 2012-ci ilin yekunları ilə bağlı silsiləvi reportajlarımızı davam etdiririk. Bugün sizlərə Azərbaycanda insan haqlarının durumu ilə bağlı vəziyyətlə tanış etməyə çalışacağıq. Qonağımız Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıdır. Mirvari Qəhrəmanlı'yla biz neftçilərin 2012-ci ildəki vəziyyəti ilə bağlı, onların sosial, digər məsələlərlə bağlı durumunu öyrənəcəyik. Həmçinin vətəndaş cəmiyyətinin bugünkü vəziyyəti ilə maraqlanacağıq və Mirvari xanımla onun fikirlərini öyrənməyə çalışacağıq. Mirvari xanım, xoş gördük. Xoş gördük. Sual çox yaxşı sual. Çünki daimi gündəmdə olan mövzudur və həmmiyə də məlumdur ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır və bu nefti çıxardan, hasil edən insanlar var, bu neftdən bəhrələnən bir qrup insanlar var. Ona görə də məhz bizim təşkilatın yaranma səbəbi də bu ilə əlaqədar olmuşdur. Azərbaycanda neft sektorunda nə ilə xatırımda qaldı? Birinci halda mənim gözümün qabağına ən əsasən işdə sağlam iş şəraitinin yaradılmaması və bunun nəticəsində yalnız hələ bizə məlum olan səbəbə görə 12 insan faciəli surətdə həlak olub və bu insanların ailələrinə verilən müavinətlər bəzən ədalətsizlik olub. Bu, yəni qanunda boşluğun nəticəsində ədalətsizlik. Hazırda biz ondan məşğuluq. Çox ağır bir hadisədir ki, insan ölür, lakin bunun ölümünə səbəb olan insanlar cavabdehlər, işə götürənlər cəzasız qalıblar və öz işlərini davam etdiriblər. Bu ilin ərzində daha çox bizə şikayət edən olub, daha çox ədalətsizliyə düçar olan insanlar olub. Bu da Dövlət Neft Şirkətində struktur islahatları adı altında gedən kütləvi ixtisarlarına əlaqədardır. Mən niyə bunu struktur islahatları adı altında deyirəm? Ona görə ki, artıq neçə ildir ki, Dövlət Neft Şirkətində kamil bir struktura malik yoxdur. Bir biznes quruma çevrilə bilmir. Müxtəlif qurumları, dövlət qurumları, məsələn, Azəri Qazı, Azər Kimyanı Dövlət Neft Şirkətinin tərkibinə salmaqla idarə edilməz bir quruma çevrilir, sonra isə ixtisarlar başlayır. Və məhz ixtisarın kökündə də əsasən Dövlət Neft Şirkətində hasilatın sürətlə aşağı düşməsidir. Ötən ilə nisbətən Dövlət Neft Şirkətinə artıq 7 milyon ton neft tazil alır və işçilərin sayı yanvar ayının 1-nə 79 min idi. Siyahını əldə etmək qeyri-mümkündür. Dövlət Neft Şirkəti hələ də öz saytına illik hesabatı yerləşdirilməyib, say haqqında məlumat gizli saxlanılır və bizim təqribi hesablamalarımıza görə bu il yanvar ayından artıq dekabrın əvvəlinə kimi 30 minədək insan işsiz qalıb. 30 minədək insan Dövlət Neft Şirkətindən çıxarılıb. Çıxarılan insanların bəzilərini iş təklif edir, proses davam edir, amma o çox azlıq təşkil edir, bir 10%-ə qədər təşkil edir. Mirvari xanım, PP şirkəti ilə böyük bir qalmaqal baş verdi. Hətta bu qalmaqala prezident səviyyəsində müdaxilə edildi. Yəni prezident PP şirkətini sərt tənqid elədi. Bu nə ilə əlaqədar idi və bu məsələ PP ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında olan məsələ haqqında mümkünsə bildirərdiniz? Yadınızdadırsa, Londonda keçirilən olimpiyada futbol vaxtı prezidentimiz BP prezidenti ilə görüş olmuşdur. Görüşün məğzi barədə cəmiyyətə açıqlama getmədi, amma sonradan çox təəccüblü bir hal oldu ki, prezident ölkə başçısı bir siyasi bəyanat verdi və bu bəyanətin də kökündə dururdu ki, BP proqnoz öhdəliklərin yerinə yetirilmir. Sadəcə hesabatı hazırlayan biraz düzgün eləməmişdi, çünki proqnoz başqa şeydir, öhdəlik başqa şeydir. Və çox bundan sonra həm iqtidar mətbuatında, həm Dövlət Neft Şirkətinin rəsmiləri, məsul işçiləri, xüsusən Dövlət Neft Şirkətinin prezidenti tərəfindən təhdid edici bir mesajlar yönəldi. Bu mesajların da kökündə dururdu ki, operator olaraq BP dəyişilə bilər, BP ilə bağlamış müqaviləyə son qoyula bilər. Bu sadəcə absurd bir fikirlər idi. Böyük bir rəsmi insanın cəmiyyətə əsaslanmamış, yəni ki, mümkün olmayan variantın göndərilməsi, bu biraz təhdidlər, savadsız deyim, əsaslanmamışdır.
əsaslanmamış bir fikirlərdir. Bu da cəmiyyətdə və beynəlxalq cəmiyyətdə yəqin ki, bir yaxşı olmayan fikirlər, mənfi olan fikirlər meydana çıxartmağa nail olundu. Bu da çox pis hal idi və indi bildiniz, gördünüz ki, bir neçə müddət əvvəl, 5-10 gün əvvəl ölkə başçısı yeni bir bəyanat göndərdi cəmiyyətə və orada BP-nin hasilatı stabil saxlayacağına əlaqədar söz verdiyini dedi. Amma mən əvvəlki kimi, mən ona görə mən söz edirəm ki, təşkilatımızda mütəxəssislərlə çox işləyirik. Geoloqların, geofiziklərin fikrinə əsasən ki, bu hasilat qalxmayacaq, stabildə qalmayacaq, düşmə ehtimalı daha çoxdur və bunun da səbəbi məhz əsaslanmamış mesajlar göndərən dövlət neft şirkətinin günahı olub. Ona görə ki, vaxtında hasilat düşəndə bir həyəcan təbili salınmalı idi və nəzarət olunmalı idi. Çünki neft Azərbaycan xalqına məxsusdur. BP-nin əsas məqsədi daha çox qazanc, daha çox gəlir əldə götürmək idi, etmək idi və quyuların istismarı olduqca bu var metodu ilə deyirlər. Nəysə bu köhnə bizim neftçilərin sözüdür, vəhşicəsinə deyirlər. Düzgün olmayan metodlarından neft istismarı, quyulan istismarı olduğundan buna görə də hasilat aşağı düşüb. Yataqlarda sulaşma, qumlaşma əmələ gəlib. Bu da ki, hasilatın neftin itirilməsinə səbəb olub. Bunun səbəbindən biri də ondan ibarətdir ki, neftin qiyməti qalxdıqca BP çalışır ki, hasilat o qədər qalxmasın, özünə sərf olan variantları irəli sürür. Bir fikir də var, bu bizim ekspertlərin fikridir ki, sadəcə olaraq dövlət neft şirkəti ilə BP şirkəti arasında bir razılaşmama ola bilər ki, çünki BP şirkəti bütün hesabatı açıqlayır, cəmiyyətə bəyan edir. Dövlət neft şirkəti, Azərbaycan hökuməti isə bunu gizli saxlayır. Və burada bəzi şübhəli məqamlar ortaya çıxır ki, yəqin ki, burada nə isə bir şübhəli rəqəmlər var ki, bunlar cəmiyyətə bunu təqdim etmək istəmirlər və bunun üzərində də düşə bilər mübahisə və bəziləri də bunu siyasi bəyanat hesab edirlər və mən həmçinin də ona deyə bilirəm, çünki BP üzərinə belə kəskin surətdə yerimə gələn seçkilərinə bir növ təsir edə bilər. Mirvar xanım, istəyirdi ki, vətəndaş cəmiyyətinə bağlı, vətəndaş cəmiyyətinin bugünkü durumu ilə bağlı vəziyyətə toxunasınız və xüsusi bir məsələ var. Bu illəri Yeni Azərbaycan Partiyasının rəsmisi vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya yığdı. Dövlətlə vətəndaş cəmiyyətinin nümayəndələrinin bir yerdə dialoq aparması, müzakirə aparması və dövlətin onları rahat bir şəkildə dinləməsi və bu problemləri yaxın zamanda, yəni qeyd olunan məsələlərin yaxın zamanda həll olunacağına dair söz verməsi bu yeni bir şeydir. Və bu görüşün ümumiyyətli nəticəsi nə oldu? Qeyri-hökumət təşkilatları da iki yerə bölünür. Hökumət tərəfindən yaradılan hökumət yönlü təşkilatlar və müstəqil qeyri-hökumət təşkilatları. Mən çox təəssüflərəm, çox narahatam ki, artıq biz özümüzü tam məsuliyyətindən müstəqil adlandırıram. Ona görə ki, bunu ictimaiyyət də bilir və heç bir siyasi partiyanın, mən bunu yarım qapazaltısı olmayan, istər müxalifətin, istər hansısa bir Yeni Azərbaycan Partiyası yaxud da və ya digər nazirliyin təsiri altında olmayan qeyri-hökumət təşkilatı. Sadəcə bizim sayımız çox da azalıb və hökumətin özünün də burada böyük bir rolu var ki, qeydlər arasında ciddi ayrı seçkilik yaratmağa başlayır. Məsəl üçün, son vaxtlar siz eşidirsiniz ki, müxtəlif nazirlər tərkibində ictimai şuralar yaradır ki, güya ki, həmin nazirlik ictimai şuralarla bir yerdə işləyir. Burada əksəriyyəti eyni qeyri-hökumət təşkilatlarıdır. Siz sorğu da versəniz, görəcəksiniz, eyni 1-3-4 qeyri-hökumət təşkilatıdır. Bu qeyri-hökumət təşkilatlarını həmişə o nazirliklərdə görə bilərsiniz. Əli Həsənovla bağlı mənim üçün də çox bir maraqlı oldu. Mənə də zəng elədilər, təkidlə dedilər ki, mən orada iştirak edim. Şübhə ilə yanaşırdım, amma getdim, mütləq getmək lazım idi və vətəndaş cəmiyyətinin indi sadaladığımdan daha çox problemlərini Əli Həsənova qarşısında qaldırdım və o da çox diqqətlə bir kitabda onu qeyd edirdi ki, bu var. Bu həll olacaq. Amma təəccüb doğurdu ki, axı şahların sözü, sözlərin şahı olmalıdır. Prezident aparatının məsul işçisidir
çox məsul bir vəzifədir və həm də ictimai təşkilatlarla, siyasi partiyalarla işləyir. Bu Ələsənov bilmirəm bu kitabı itirib ya itirməyib və oradan gedənəsə o kitabı atıb, tullayıb ya tullamayıb. Ancaq bu sadəcə bir şou xarakteri daşıyırdı. Bu sadəcə beynəlxalq təşkilatlar qarşısında bir görüntü daşıyırdı. Mən o vaxt həqiqətən ürəklə ona çox sağ olun sözünü deyə bilərdim ki, orada sadalanan problemlərdən heç olmasa 0,1-i həll olunardı. Qaldırılan problemlərdən daha çox problem yaşar indi vətəndaş cəmiyyət üçün. Təşəkkür edirəm Mübarək xanım, dəvətimizi qəbul etdiniz. Əziz tamaşaçılar, siz xatırladaq ki, dəyərlər.org və Dəyərlər TV-nin vasitəsilə 2012-ci ilin yekunlarını izləyirsiniz. Bizdən ayrılmayın.